propozisyonlar barəsində danışacağıq. Propozisyonlar alman dilində müxtəlifdir. Zamanla bağlı olanlar var, yer bildirənlər və yaxud da akuzativlə işlənənlər, dativlə işlənənlər. Buna görə də biz indi keçəcəyimiz mövzunu öyrənə bilmək üçün, lokal propozisyonun mövzusunu öyrənə bilmək üçün, yəni yer bildirən söz önlərini. Biz öncədən artikellər mövzusunu yaxşı bilməliyik. Akuzativlə işlənən artikelləri, həm dativlə, ümumilikdə artikellər mövzusunu, eyni zamanda həm akuzativlə, həm də dativlə işlənən propozisyonları öncədən yaxşı bilməliyik. Bundan əlavə, indi mən sizə bu mövzunu öyrədəndə sizə onlardan da danışacağam. Yəni, əvvəlki mövzulardan da qısaca məlumat verəcəm. Deməli, lokal propozisyonun, yəni yer bildirən propozisyonlar 3 cür olacaq. Wohin sualına cavab verənlər haraya, wo sualına cavab verən harada, woher sualına cavab verən haradan. Başlayaq wohin, yəni haraya. Biz gördüyünüz kimi 5 cür propozisyondan istifadə edə bilərik. Amma hər propozisyonun öz yeri var. Deməli, haraya gedirsən deyəndə, əgər biz hansısa bir şəhərə, ölkəyə gediriksə, bu zaman nach istifadə edəcəyik. Burada artiklı olmayan ölkələrdən söhbət gedir. Məsələn, Almaniya, Rusiya, Azərbaycan. İlk G-yə mən gedirəm. Əgər biz təyyarə ilə gediriksə, o zaman deyə bilərik ich fliege. Ich fliege nach Deutschland. Mən Almaniyaya gedirəm. Ich fliege nach Russland. Ich fliege nach Azərbaycan. Yəni burada biz nach istifadə etməliyik. Və yaxud da mən Bakıya gedirəm. Ich fahre, hansısa bir nəqliyyat vasitəsindən istifadə edirik. Məsələn, maşınla. Ich fahre nach Baku. Çünki ölkələr və şəhərlər üçün nach istifadə olunur. Amma artiklı olan ölkələr üçün, demək bunlar ancaq ölkələr və şəhərlər üçün. In propozisyonuna gələndə isə biz görürük ki, in artiklı olan ölkələrdə istifadə olunur. Məsələn, Türkiyə. Ich gehe in die Türkei. Bəzi ölkələrin artikelləri var. Məsələn, die Türkei, die Ukrayna, oder der İran, der Irak. Yəni İran, İraq kimi ölkələr kişi cinsindədir. Türkiyə, Ukrayna kimi ölkələr qadın cinsindədir. Və yaxud da USA cəmdədir. Amerika Birləşmiş Ştatlar. Ich gehe in die USA. Mən gedirəm Amerikaya. Daha doğrusu ich fliege istifadə etməliyəm, çünki burada təyyarədən söhbət gedir. Yəni artiklı olmayan ölkələr üçün nach, artiklı olan ölkələr üçün isə in propozisyonundan istifadə edirəm. Amma şəhərlərin, heç bir şəhərin artiklı olmadığına görə bütün şəhərlərdə mən nach deyəcəm. Yəni ich fahre nach Baku, ich fahre nach Berlin, bu şəkildə. İn başqa harda istifadə oluna bilər. İnin istifadə yerləri daha çoxdur. Qapalı məkanlara gedəndə mən in istifadə edə bilərəm. Məsələn, ich gehe in das Restaurant. İnlə das artiklını, öncədən dediyim kimi artikelları təkrarlamaq lazımdır ki, bu mövzunu öyrənəndə çətinlik olmasın. Mən gedirəm restorana. Ich gehe in das Restaurant. Təbii ki, burada restoranın das artiklı ilə, yəni orta cinsdə olduğunu bilmək lazımdır. Yəni, nach, in, an, auf, su. Bunlar bizə istiqamət verəcək, harasa gedəndə. İn ilə dedik, qapalı məkanlara gedə bilərik, restorana gedə bilərik və yaxud da marketə gedə bilərik, məktəbə gedə bilərik. Yəni, bunların qapalı, dörd tərəfi də bağlı olmalı bir məkanlarda, amma istisna olaraq burada qeyd edədiyim sözlər də var. Mən əgər in propozisyonundan istifadə edirəmsə, wald, yəni meşə, meşəyə gedirəm deyə bilərəm. Bunlar istisna olaraq qeyd olunub burada. Ancaq inlə işlənir. Daha sonra park, mən parka gedirəm.
Bildiyimiz kimi, əgər istiqamət bildirirsə bir propozisyon, bu propozisyon, yəni in propozisyonu akuzativ tələb eləyəcək cümlədə. Akuzativin artikellarını deməliyəm və akuzativin artikelları da den, di, das olduğuna görə və park sözü də kişi cinsində olduğuna görə, yəni den artikelini istifadə edəcəm. Ich gehe, mən gedirəm, in den Park, parka. Garten, garten yəni bağ, bağça mənasını verir. Yenə də garten də kişi cinsindədir. Ich gehe in den Garten. Schwimmbad, üzgüçlük havuzudur. Burada da yenə də in-lə istifadə etmək lazımdır. Berge, dağlar deməkdir. Burada da, yəni bu cəmdədir. Berge sözü cəmdədir və burada da in propozisyonu istifadə olunmalı. Bunlar istisnalar idi. Daha sonra gəlir an propozisyonu. An daha çox su hövzələrində istifadə olunur. Məsələn, mən gedirəm dənizə, çaya, gölə, sahilə, hansı ki sulla kontaktda olan yerlərə gedəndə an propozisyonu demək lazımdır və burada da biz akuzativin artikellarından istifadə etməliyik. Çünki istiqamət bildirir bizə. An, məsələn, dənizi götürək. Das Meer, dənizdə orta cinsdədir. Ich gehe an das Meer. Ich gehe, mən gedirəm an das Meer. An və das-ı birləşdirib çox vaxt ans Meer qısa deyirlər. Yəni artikellə birləşdirirlər. Auf propozisyonu istifadə olunacaq açıq ərazilərdə. Açıq ərazilər deyəndə kənd, çəmənlik, düzənlik, bu tipli yerlər nəzərdə tutulur. Məsələn, mən kəndə gedirəm. Kəndin das Dorf olduğunu, yəni orta cinsdə olduğunu nəzərə alaraq deyirəm. Ich gehe auf das Dorf. Mən kəndə gedirəm. Və yaxud da mən Wiese deyə bilərəm. Wiese çəmənlikdir və yaxud da biraz daha hündür məkanlar ola bilər. Bir mənzərə görə bilərik o məkanda. Məsəl üçün, bura balkon daxildir. Normalda otaqlar qapalıdır. Yataq otağı, Schlafzimmer, das Schlafzimmer, orta cinsdədir. Das Wohnzimmer olacaq və yaxud da die Küche, mətbəx. Hamısı qapalı məkanlardır, hamam da elə. Amma balkon açıq məkan, yəni dörd tərəfi də qapalı olmadığına görə, açıq məkan olduğuna görə biz burada auf istifadə etməliyik. Yəni, mən əgər yataq otağına gedirəmsə, in istifadə etməliyəm. Ich gehe in das Schlafzimmer. Yəni, inlə das-ı, yəni dediyim kimi, propozisyonla artikeli birləşdirmək mümkündür. Yəni, daha çox birləşdirib deyirlər zaten. Ich gehe ins Schlafzimmer. Və yaxud da ki, ins Wohnzimmer, qonaq otağına gedirəm, mətbəxə gedirəmsə, mətbəx qadın cinsindədir. Ich gehe in die Küche. Hamam otağına gedirəm, yenə də in istifadə edəcəm, dörd tərəfi bağlı olduğuna görə. Amma balkona gedəndə auf istifadə etməliyəm, daha açıq məkanlarda. Yəni, balkonun kişi cinsində olduğunu nəzərə alaraq, dediyim kimi, wohin, akuzativdən istifadə edəcəm. Ich gehe auf den Balkon. Auf den Balkon deməliyəm. Bu şəkildə daha hündür yerlərə gedəndə auf və dağ sözü təkdə olarsa, berg dağ deməkdir. Aufla istifadə olunur. İstisna olaraq berge, yəni dağlar cəmdə olanda in ilə istifadə olunur. Bunların hamısını qeydə alır, dəftərdə qeyd edib. Növbəti günlərdə yenə də nəzər yetirməlisiniz ki, daha yaxşı yadınızda qalsın. Dediyim kimi, biraz qarışıq dərslərdən biridir. Amma çox cümlə quraraq yadda saxlaya bilərsiniz. Yenidən deyirəm, nach ölkələrə, şəhərlərə getmək üçün, in artikeli olan ölkələrə və qapalı məkanlara getmək üçün istifadə olunur. An su hövzələrinə getmək üçün, su ilə kontaktda olan yerlərə gedəndə istifadə olunur. Auf açıq ərazilərdə, dediyim kimi, çəmənlik, düzənlik, kənd,
bu tipli və yaxud da küçə ola bilər, Straße. Bu açıq ərazi hesab olunur, qapalı ərazi deyil. İstisnaları bura qeyd eləmişəm. İstisnalar indən işlənir, amma digər açıq ərazilər, məsəl üçün Straße qadın cinsindədir. Mən küçəyə gedirəmsə, ich gehe auf die Straße deməliyəm, çünki açıq məkandır. Su prepozisyonu isə çox yerlərdə istifadə oluna bilər. Əslində biz su prepozisyonunu in prepozisyonu ilə bəzən sinonim kimi də istifadə edə bilərik. Eyni yerlərdə istifadə olunur. Amma su'nun başqa bir xüsusiyyəti də yalnız dativdə işlənməsidir. Su istiqamət bildirməsinə baxmayaraq ancaq dativ tələb edir. Dəqiq məkanlara gedəndə su istifadə olunacaq. Bayaq dediyim kimi in istifadə olunur. Məsəl üçün, dəqiq məkandır da bu məktəb, supermarket və s. muzey, bunlardan istifadə eləmək olar. Amma biz su ilə də eyni yerlərə gedə bilərik. Yəni, mən əgər supermarketə gedirəmsə, məktəbə gedirəmsə, su da istifadə edə bilərəm, in də istifadə edə bilərəm. Amma bunların arasında da cüzi məna fərqi var. Əgər mən məktəb tərəfə gedirəmsə, yəni o istiqamətə yola çıxmışamsa və yaxud da ümumiyyətlə mən məktəbli bir uşağamsa, su istifadə edə bilərəm. Və su'nun dativdə olmasına diqqət edək. Məktəb qadın cinsindədir. Ich gehe zu der Schule. Dativin artiklını qoyuram. Qadın cinsində. Zu ilə der-ı birləşdirsəm, ich gehe zur Schule deyə bilərəm. Əgər mən hal-hazırda məktəbin qapısından içəri daxil oluramsa, yəni mən artıq binaya giriş edirəmsə, dörd divar, yəni dediyim kimi qapalı məkanlarda in istifadə olunduğuna görə deməliyəm və bunun akuzativdə istifadə etməliyəm. Ich gehe in die Schule. Mən məktəbə gedirəm. İkisini də istifadə etmək olar, başa düşülür, amma bu cüzi fərqləri də var, məna fərqləri var. Su başqa istifadə oluna bilər şəxslərin yanına gedəndə. Məsələn, mən həkimə gedirəm, mən nənəmgilə gedirəm, dostumun yanına gedirəm, hansısa bir şəxsin yanına gedirəm. Həkimə gedirəm, ich gehe zu dem Arzt. Həkim kişi cinsindədirsə, zu dem Arzt. Su ilə dem də birləşir, zum Arzt. Su'la propozisyon olaraq həm qadın cinsinin artiklına, həm də digər kişi və orta cinslərin artikellarına birləşə bilir. Yəni, birləşdirib istifadə etmək olur bir yerdə. Misal üçün, su'a demək olur. Əgər bundan sonra gələn söz qadın cinsindədirsə, məsələn, mən məktəbə gedirəm, məktəb qadın cinsindədir. Ich gehe zur Schule. Əgər mən kişi cinsində bir söz deyəcəmsə, mən həkimə gedirəm deyəcəmsə, zum deyə bilərəm. Bu gəlir dativdə qadın cinsində der artiklından. Bu hərf isə gəlir dem artiklından dativdəki kişi cinsində və orta cinsdə olan. İndi isə biz baxaq yer bildirən prepozisyonlara, yəni wo sualı ilə işlədəcəyimiz prepozisyonlara. Burada dativi görə bilərik. Yəni, bu prepozisyonlar yer bildirdiyinə görə hər zaman dativ tələb edir cümlədən. Əgər biz hansısa bir yerə nach və yaxud da in işlədərək gediriksə, məsəl üçün, nachla gedirik biz ölkələrə və şəhərlərə, artiklı olmayan ölkələrdən misal götürsəm, ich fliege nach Deutschland və yaxud da Bakı, ich fahre nach Baku. Bu tipli yerlərə getmişiksə, biz istifadə etməliyik, gətirdim bura və yaxud da in ilə getdiyimiz yerlərdən, indi izah edəcəm, niyə bu xətti çəkdiyimi. In ilə getdiyimiz yerlərdən misal götürsəm, məsələn, mən gedirəm Türkiyəyə, mən gedirəm yataq otağına, qapalı məkanlarda ola bilər və yaxud da mən gedirəm parka, dediyimiz kimi bunların hamısı istisna olaraq in prepozisyonu ilə işlənirdi. Yenə də mən gedirəm parka, ich gehe in den Park ya da ich fliege in die Türkei. Mən gedirəm Türkiyəyə. Hər iki halda əgər biz
Bu propozisyondan, yəni naxdan və inlə istifadə edərək harasa getmişiksə, həmin yerdə olanda burada in istifadə edirik. Misal göstərəcəm necə. İndi deyək ki, mən getdik artıq Almaniyadayıq, mən Almaniyadayam. Çünki nax istifadə etmişdik gedəndə, o zaman deyəcəyik Ich bin in Deutschland. Və yaxud da mən parkdayam. Ich bin im Park. Və yaxud da mən Bakıdayam. Mən Bakıya gedirəm deyəndə Ich fahre nach Baku. Mən Bakıdayam deyəndə Ich bin in Baku. Yəni hər iki halda biz gəlirik indən istifadə edirik. Əgər biz hansısa bir su hövzəsinə getmişiksə, məsələn dənizə, Ich gehe an das Meer demişiksə, əgər dənizdəyiksə hal-hazırda o zaman getirirəm yenə də an, amma bu səfər dativdə istifadə edirəm. Ich bin an dem Meer. Anla demi, yəni propozisyonu hər zaman artiklla birləşdirib istifadə etdiklərinə görə Ich bin am Meer deyəcəm. Mən dənizdəyəm. Daha sonra auf, yenə də aufla birləşdirəcəm. Yəni aufla dedik ki, mən kəndə gedirəm. Ich fahre auf das Dorf. Mən kəndə gedirəm. Amma auf propozisyonunu das artiklı ilə birləşdirmək mümkün deyil. Bəzi propozisyonlar mümkündür artiklla birləşdirmək. Bəzilərində mümkün deyil. Deməli, ich fahre auf das Dorf. Mən kəndə gedirəm. Mən kənddəyəmsə, ich bin auf dem Dorf. Bu dəfə dativin artiklından istifadə edəcəm. Daha sonra su'la getdiyimiz yerlərdə isə by istifadə edəcəm. Yəni, mən həkimə gedirəm. Ich gehe zu dem Arzt, ya da birləşdirirəm propozisyonu. Ich gehe zum Arzt. Zum Arzt. Mən həkimdəyəm desəm, o zaman ich bin bei dem Arzt. Ya da birləşdirsəm beim Arzt. Mən həkimdəyəm. Əgər dostum gildəyəmsə, insanın yanındayam. Çünki insanların yanına gedəndə su istifadə edirdim. Və əgər oradayamsa, yenə də by istifadə etməliyəm. Məsələn, mən dostum gilə gedirəm. Ich gehe zu meinem Freund. Mən dostum gilə gedirəm. Mən dostum gildəyəmsə, ich bin bei meinem Freund deməliyəm. Sonra keçək woher. Burada 2 dənə propozisyon görürük. Bunları indi gətirib birləşdirəcəm. Harda, hansı istifadə olunur. Deməli, əgər biz hər hansısa bir yerə getmişiksə, nach və in ilə. Burada dedim, ölkələr var, şəhərlər var. İndə qapalı məkanlar var. Bu tipli yerlərə getmişiksə əgər, burada olanda həmin məkandayamsa, məsələn, mən Bakıdayam, mən yataq otağındayam, mən qonaq otağındayam, mən mətbəxdəyəm və s. in istifadə edirəm. Əgər oradan gəlirəmsə artıq, həmin yerdən gəlirəmsə, məsəl üçün mən gəlirəm Almaniyadan, aus istifadə edirəm. Yəni bunları gətirib bura birləşdirəcəm. Bu bir-birindən əlaqəlidir. Ona görə də sistematik şəkildə öyrətmək istəyirəm. Mən gəlirəm Almaniyadan, ich komme aus Deutschland. Bu şəkildə istifadə olmalıdır. Və yaxud da mən gəlirəm Türkiyədən, yenə də. Və bunlarda dativ tələb edir hər zaman. Dativ artiklı olan ölkələrdə çünki biz artikl qoymalıyıq. Məsələn, Türkiyədə qadın cinsindədir. Ich komme aus der Türkei. Aus der Türkei. Qadın cinsinin artiklını qoyuram. Digər bütün propozisyonlar isə fon ilə işlənir. Deməli, bunların hamısını gətirib fonla birləşdirdim. 3 dənəsini də. Məsələn, mən an ilə su hövzəsinə gedirdim. Mən dənizə gedirəm. Tamam, an istifadə edəcəm. Mən dənizdəyəm. Yenə də an istifadə edəcəm. Dənizdən gəlirəmsə, artıq fon istifadə edəcəm. Və yaxud da auf, yenə də həmin yerdəyəmsə auf, oradan gəlirəmsə fon.
Aufda istifadə elədik kənd sözünü, küçə sözü, çəmənlik, açıq məkanlar, balkon. Misal gətirək balkondan. Mən balkona gedirəm. Ich gehe auf den Balkon. Akuzativdə deyirəm. Mən balkondayam. Ich bin auf dem Balkon. Dativdə dedim. Mən balkondan gəlirəm. Ich komme von dem Balkon. Çünki burada artıq dativdir. Dem. Və su, yenə də birləşdirmişəm. Su dedikdə biz istifadə edirdik hansısa dəqiq məkanlara gedəndə, insanların yanına gedəndə. Məsələn, mən həkimə gedirəmsə, ich gehe zu dem Arzt və yaxud da qısaltma zum Arzt. Mən həkimdəyəm. Ich bin beim Arzt. Həkimdən gəlirəm artıq. Ich komme von dem Arzt və yaxud da vonla demi birləşdirsəm vom olacaq. Yəni von plus dem, bunların birləşməsi vom olacaq. Ich komme vom Arzt. Bu şəkildə. Ev sözünün istisna olduğunu nəzərə alaraq biz ev sözündən istifadə cümlə quraq. Deməli, burada qeyd eləmişəm. Ev sözü istisna şəkildə cümlədə işlənir. Əgər mən deyirəmsə ki, mən evdəyəm, ich bin zu Hause. Mən evə gedirəm, ich gehe nach Hause. Mən evdən gəlirəm, nəzərə alsaq ki, evdə zu Hause deməkdir. Mən evdəyəm, ich bin zu Hause. Dan şəkilçisinin isə von olduğunu nəzərə alsaq, burada von istifadə etməliyik. Deməli, mən gəlirəm, evdən. Evdən və burada da çıxışlıq hal şəkilçisidir. Bu sözün deməli, zu Hause, evdə yeri bildirir. Amma von isə artıq burada oradan çıxdığımı, gəldiyimi bildirir. Bu biraz istisna olduğuna görə ayrı öyrənmək lazımdır ev sözünü. Tamamilə qaydamızı pozur. Amma qaydalara qayıtsaq, çoxlu qeydlər götürməyiniz, əvvəlki dərsləri təkrar etməyiniz və bu mövzuda da çoxlu cümlələr qurmağınız lazımdır. Gələcək dərslərimizdə bu mövzuda çoxlu cümlələr quraraq praktika eləyərik.